Azərbaycanın yalnız qonşu dövləti ilə deyil, bir Avropa dövləti ilə də döyüşü olduğunu bilirdirmi? Gəlin döyüş haqqında ətraflı məlumat alaq. Şah Abbas hakimiyyətə gələrkən qoyduğu ən böyük məsələlərdən biri də Hörmüz limanında Portuqalların ağırlığı son qoymaq idi və bunun üçün 1614-1615-ci illərdə Portuqal və İspan birləşmələrine qarşı hücum əməliyyatı başladıldı. İlk döyüşlərdə uğurlar əldə olundu. Gemrun qalası ələ keçirildi və onun şəhəri Bəndər Abbas adlandırıldı. Lakin hərbi gəmilərin olmaması və bu döyüşün daha da irəliləməsinə şərait yaratmadı. Eyni zamanda da 3-cü Filip Teymuraz və digər güclü çarlarını səfəvərlərə qarşı qaldırdı. 15-16-cı illərdə güclü çarı Teymuraz və Luarsa radikal xristianları öz ətrafına toplayaraq səfəvərlərə qarşı üsyanlar qaldırdı. 3-cü Filipin də dəstələrini aldılar. Lakin bu üsyanlar yatırıldı. Eyni zamanda Osmanlılar da hücuma keçdilər, itirmiş torpaqları geri qaytarması. Lakin 1918-ci ildə Sınır körfəzindən yerdə başlayan döyüşlər Osmanlı qoşunlarının məğlubiyyətinə uğrandı. Mərə sülhü ilə Osmanlı ilə saziş imzalandı və barışıqlığa gəlindi. 1621-ci ildə 4-cü Filip İspan taxtacına sahib oldu və gələrkən Portuqala donanması komandanı Rui Fraidan səfəvərlərə qarşı hücum planı keçməyə əmr etdi. O da öz növbəsində Lissabondan gələrək Qəşim adasını tutdu, Rusistan istiqamətində irəliləndi. 1921-ci ildə baş verən döyüşlərdə qalib gəldi. Şah Abbasın hücum gəmiləri də yandırıldı. Bunu görən Şah Abbas 1922-ci ildə İspaniyaya qarşı müharibə etdi. Bu adaları geri qaytarmaq üçün şərait yaranmışdı. Lakin yenə də hərbi gəmilərin yox olmaması bu hücum planını ləngidirdi. Şah Abbas digər üsullara əl atdı. İspaniya Portuqalların digər rəqibi olan İngilislərə yaxınlaşma üstünlüyü verdi. İngilislər də yanaşı Ostin şirkəti, yəni 1600-cü illərdə Ostin şirkəti var idi və onların əlaqələr quruldu. Ostin şirkəti Hindistanın satın və yun məhsulları Azərbaycan və İran bazarına satmaq niyyətində idi. Şah Abbas iki xristian dövləti bir-birinə qarşı qoyub onları zəbt etmək istəyirdi. Lakin İngilis donanması komandanı bu təklifi nəzərə almadı və Şah Abbasa kömək etmə niyyətində deyildi. Lakin mərkəzdən gələn qərarla razılaşaraq Şah Abbasa kömək etmə məcburiyyətində qaldı. Birləşmiş Qoşunlar İngilis və Səfəv qoşunları 1922-ci ildə Qəşim adasına daxil oldular və Qəşim adası tutuldu. İmamqulu xan Qacar ordu komandanı təyin olundu. Top atışı ilə irəlilədilər. 1922-ci ildə baş verən döyüşlərdə Hörmüz limanı ələ keçirildi və Portuqalların 100 ildən artıq olan hökmranlığına son qoyuldu. Lakin Şah Abbas İngilislərə verilən vədəyə sahib çıxmadı. Nə ticari üstünlüyü verdi onlar, nə də ki qənimətləri. Bununla da bu iki dövlət arasında da ziddiyyətlər yarandı. Dost münasibətləri düşmən münasibətlərinə çevrildi. Portuqaliya donanması komandanı Rui Fraidan məğlubiyyətlə razılaşa bilmədi. 1923, 24, 25 və 27-ci illərdə səfəvərlərə qarşı 4 dəfə hücum əməliyyatı keçirdi. Lakin bu döyüşə heç birində qalib gələ bilmədi. Və bununla da 1922-ci ildə başlayan hərbi əməliyyatlarda Portuqalların Hörmüz limanında ağalığına son qoyuldu.